Ver oxuyum özüm. Sənin sualın var? Ver sən sualın. Sosial şəbəkələrdə tez-tez görürük, videolar altından, fərqi yoxdur hansı kitabın altına. Məsələn, hansı bir şəri məsələ danışılır, altından görürük kommentiyada, cahillər ki, cəmaat cümarısı uçur, bunlar elə dəstəmazdan danışırlar, nədən danışırlar. Qardaşım, subhanallah, bu, Nadir, bu tək dini sahədə deyil. O insanlar bunu tək dini sahədə eləmirlər. Dini sahədə daha çox olub. Niyə? Çünki onu yazan adamlar var, cəmaat Marsa uçur, bu dəstəmazdan danışır. Deyirlər axı. Qardaş, namazdan danışırsan, namaz qılmaq öyrədirsən, zikr eləmək, ayaq yolunda hansı əllə təmizlənmək lazımdır, hansı əllə olmaz, məscidə girəndə hansı ayaq. Girib altdan bilirsin nə yazır? Cəmaat Marsa uçur deyir. Bunların, qardaş, cəmaat Marsa uçur deyə mən dinimi öyrənməyim? Öyrənməyim? Marsda uçan olmuyor. Bu bədbəxt nə Marsa uçacaq, nə də dini öyrənəcək. Heç birini eləməyəcək. Mən sizə söz deyirəm, qardaş. Onu deyən adam, o Marsa da uçmayacaq, rahat. O, donuz əti, it əti yiyək öləcək. Hə, ayaq yolunda təmizlənməyib, üzr istəyirəm, təmizlənməyib qalxıb gedəcək, nəcisdir. O dini də öyrənməyəcək. Ki, cəmaat Marsa uçur. Ha, belə söz var, qardaş. Yox, o hərdən, indi bu Marsa uçur, bu moddur da. Vallahi deyirəm Zöhra, vallahi. Nə görə and içirəm? Çünki bəzilərini tanıyıram. Onu yazanların çoxu, o dinə buğzu var. Nifrət edir, dinə, əsənə yox, dinə. O dinsizdir. Din görən kimi dərs, kimin olur olsun, ikrah oyanır, ağlına o gəlir, cəmaat Marsa uçur deyir. Qardaş, cəmaat har uçur uçsun, mən dinimi öyrənirəm, mən əhkam, şəriyyəti, namazı öyrənirəm, Peyğəmbərin əmrini öyrənib icra et, mən bunun üzərindəyəm, bəli, kim uçdu, uçmadı, fərqi yoxdur. Mən müsəlmanam, mən qulam, mən tabi olmuşam, əyilmişəm Allaha, boyun əymişəm, onun dinini öyrənməliyəm. Peyğəmbər sallallahu aleyhi və səlləm, Allahın Rəsulu, yer üzündə ən şərəfli insan, ayaq yolunda təmizlənmək qaydasını öyrədirdi sahabələrə. Eyibdir bu, dinindir sənin bu, gözəllikdir bu, şərəfdir bu. Cəmaat Marsa uçur deyə mən oxumayım, yəni. Bilməyim, nə yemək olar, nə yemək olmaz, hara getmək olar, hara getmək olmaz, necə Allahın razılığını qazanmaq olar, olmaz, onu öyrənməyim, cəmaat Marsa uçur. Belə şey var, qardaş.